Uşaqların strategiyasından istifadə edərək, müxtəlif texnikalardan istifadə edərək Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Elxan Nəcəfov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildiriblər ki, Zəfər gününə həsr olunmuş bu turnir həm vətən müharibəsində qazanılan tarixi qələbənin rəmzi, həm də gənclərin intellektual inkişafına dəstək məqsədi daşıyır. Vurğulanıb ki, ölkəmizdə sağlam gəncliyin formalaşmasına, kütləvi bədən tərbiyəsinin və xüsusilə də analitik düşüncə tərzi aşılayan şahmatın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində Muxtar Respublikada da mütəmadi olaraq müxtəlif səviyyəli turnirlər keçirilir və gənc şahmatçılar həm yerli, həm də respublika yarışlarında uğurdan çıxış edirlər. Qeyd olunub ki, 8 noyabr Zəfər gününə həsr olunmuş beynəlxalq reytinqli turnirdə istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edəcək. Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri mahnı və rəqs nümunələri ilə çıxış ediblər. Yarışın baş hakimi Tural Zeynalov iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra turnirə start verilir. Qeyd edək ki, turnirdə 87 şahmatçı iştirak edir. Onların 51-i reytinqli, 36-sı reytinqsiz, 11-i qadın, 24-ü kişi iştirakçıdır. Yaş qrupları üzrə 6-16 yaş arasında 62 gənc şahmatçı, həmçinin 2 Türkiyə vətəndaşı və 5 veteran mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq və 5 noyabra kimi davam edəcək.